Hörmətli izləyicilər, Yevlax şəhər stadionundan canlı bağlantımız davam edir. Neftçi 3-1 hesabı ilə Kəpəzi məğlub edir və ardıcıl 3-cü oyunda qələbə qazanır. Yanımda komandamızın kapitanı Emin Mahmudov da. Emin, oyunla bağlı, ardıcıl qələbələr seriyası ilə bağlı nələr deyə bilərsən? Bu günləri doğrudan da komanda çox yaxşı göstərdi, xarakter göstərdi. Çünki bir gol tez vurandan sonra yenə də lazımsız penalti elədi. Amma yenə də yaxşı reaksiya göstərdi. Komanda bir yerdə yenə də göstərdi ki, biz aqressiv olanda, bir yerdə olanda hamının qəbul gələ bilərik. Onu da davam eləmək lazımdır. Hələ ki, heç nəyə nail olmamışıq. Emin, istəyirəm bir qədər də öz hazırki durumunla bağlı danışasan. Çünki bugün bir gol, bir asist, ötən maçda Qəbələ ilə oyunda gol, ondan əvvəl Araz Naxçıvanla maçda 3 asist, daha əvvəl Karvanla buradakı oyunu da demək olar sən həll etmişdin. Özün hazırki durumunu necə dəyərləndirirsən? Əlbəttə, komanda olaraq, komanda yaxşı, komanda çox mənə kömək eləyir, komanda yoldaşlarım da mənə kömək eləyir ki, ən yaxşı nəticə verim. Ona görə də komanda bir yerdə biz yaxşı formadayıq. İyi çalışmalıyıq ki, davam edək. Bugünkü maçda 2 gol vuran oyunun qəhrəmanlarından biri olan Bassala Sambu. Yanımızda da Sambu istəyərdim həm oyunla bağlı düşüncələrini öyrənək. Bugün 2 gol vurdun və həmçinin də artıq çempionatın ən məhsuldar oyuncularından birisən. 9 golla liderlər arasındasan. Nələr düşünürsən? Alhamdulillah, we thank God. You know, a lot of people doubted me, but Alhamdulillah, I always have faith in Allah. Allah gave me the goals, and I'm grateful for my team. I'm grateful for my coach. I'm grateful for the staff. Thank you. Allah'a həmd olsun. Bu təşəkkürümü bildirəm ilk növbədə Allaha, komanda yoldaşlarıma, baş məşqçiyə, məşqçi heyətinə hamıya təşəkkür edirəm ki, hamının mənə köməyi varmış.